Salam əziz abituriyentlər. Mövzumuz ibtidai icma cəmiyyəti daş dövrüdür. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. Eyni zamanda qədim insanların yaratdığı ilk və ən uzun sürən cəmiyyət də elə məhz ibtidai icma quruluşu olmuşdur. İbtidai icma quruluşu əmək alətlərinin hazırlandığı materiallara görə 3 dövrə bölünür. Daş dövrü, tunc dövrü, dəmir dövrü. Demək, ibtidai icma quruluşu nə üçün 3 dövrə bölündü? Əmək alətlərinin hazırlandığı materiallara görə. Daş dövrü, tunc dövrü, dəmir dövrü. Daş dövrü özü də 3 mərhələyə bölünür. Qədim daş dövrü, orta daş dövrü, yeni daş dövrü. Qədim daş dövrü paleolit, orta daş dövrü mezolit, yeni daş dövrü isə neolit. Sual oluna bilər ki, bəs niyə orada 4-cü dövr kimi eneolit qeyd olunub? Onu ona görə qeyd etmişəm ki, eneolit dövrü keçid dövrüdür. Yəni mis daş dövrüdür. Artıq yəni daş dövrünün sonu mis dövrünün əvvəli olduğu üçün onu ora keçid dövrü kimi qeyd etmişəm. Paleolit dövrünə dönüş edək. Paleolit dövrü ilk insanın yaranmasından başlayaraq eradan əvvəl 12-ci minilliyə qədər davam etmişdir. Paleolit dövrü 3 mərhələyə bölünür. Alt paleolit, orta paleolit, üst paleolit. Alt paleolit ilk insanın yaranmasından başlayıb 100 min il bundan əvvələ qədər davam edib. Orta paleolit eradan əvvəl 100 min il bundan əvvəl başlamış, eradan əvvəl 35-ci minilliyə qədər davam etmişdir. Üst paleolit isə eradan əvvəl 35-ci minillikdən başlamış, eradan əvvəl 12-ci minilliyə qədər davam etmişdir. Alt paleolit dövrü. Bu dövrdə ilk insan tipi olan bacarıqlı insan yarandı. İlk insan kollektivi olan ulu icma yarandı. Ulu icmanın yaranması ilə artıq Azərbaycanda ibtidai icma quruluşu yarandı. İlk əmək alətləri sivri daş, yerqazan çubuq və dəyənək meydana gəldi. Əmək alətləri əsasən ağacdan, sümükdən və daşdan hazırlanırdı. Həmçinin bu dövrdə mənimsəmə təsərrüfatı meydana gəldi. Mənimsəmə təsərrüfatının digər adı da istehlak təsərrüfatıdır. İnsanlar ovçuluq və yığıcılıqla məşğul oldular. Bu dövrün insanları ilk dəfə təbii otdan istifadə etməyi öyrəndilər. İnsanların bu ilkin vərdişləri və əmək alətləri hazırlaması onları heyvanlar aləmindən ayırırdı. Bu dövrə aid maddi mədəni qalıqlar Azıq mağarası əsasında öyrənilmişdir. Azıq mağarası Xocavənd rayonunun Quruçay vadisinin sol sahilində, Füzuli şəhərindən 14 km şimal-şərqdə yerləşir. Azıq mağarasında 700 min il bundan əvvələ aid ocaq izləri aşkarlanmışdır. Nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də burada tapılmışdır. Eyni zamanda 18-22 yaşında qadına məxsus alt çənə sümüyü də buradan tapılmışdır. Və həmin bu tapıntılar da onu sübut edir ki, Azərbaycan ən qədim insan məskənlərindən biridir. Bu dövrdə dini ayinlərin yaranmasını və heyvanlara inamı göstərən əsas dəlil isə Azıq mağarasına tapılmış ay kəllələri üzərində olan işarələrdir. Məmmədəli Hüseynov Azıq mağarasında 20 ilədək tədqiqat aparmışdır və 1968-ci ildə Azıq adamının alt çənə sümüyünü aşkarlamışdır. Həmin bu tapıntı da dünyada 4-cü ən qədim tapıntıdır. Torpaqlarımız işğal altında olduğu zaman ermənilər xarici ekspertlərin köməyi ilə burada qazıntı işləri aparmış və maddi mədəniyyət nümunələrimizi talayaraq aparmışdılar. Bu da 1954-cü ildə Haaqada qəbul edilmiş silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında konvensiyanın qərarlarının pozulması deməkdir və hərbi cinayət hesab olunur. Orta paleolit dövrü eradan əvvəl 100-cü minillikdən başlamış, eradan əvvəl 35-ci minilliyə qədər davam etmişdir. Dövrün mədəniyyətini Mustiye mədəniyyəti adlandırmışdılar. Mustiye Fransada yer adıdır. Orta paleolit dövründə artıq yeni insan tipi olan Neandertal insan tipi yaranmışdır. Neandertal Almaniyada vadidir. Bu dövrün insan qalıqları məhz Neandertal vadisində tapıldığı üçün yeni yaranmış insan tipinə də Neandertal adı verilmişdir. Neandertal insan süni od əldə etməyi bacardı, axirət dünyasına inandı və dini təsəvvürlərini formalaşdırmağa başladı. Bu dövrə aid maddi mədəni qalıqlar Azərbaycanda, Qarabağda Azıq Tağlarzar, Naxçıvanda qazma, Qazaxda daş salahlı mağaralarında öyrənilmişdir. Və Neandertal insanı bacarıqlı insandan fərqləndirən əsas iki cəhət süni od əldə etməsi və axirət dünyasına inanmasıdır. Paleolitin son mərhələsi olan üst paleolit dövrü.
Eradan əvvəl 35, eradan əvvəl 12-ci minillikləri əhatə edir. Bu dövrdə iqlim mülayimləşdi. İqlimin mülayimləşməsi nəticəsində bitki və heyvanlar aləmi daha zəngin oldu. Yeni insan tipi olan Homo sapiens yarandı. Homo sapiensin özündən əvvəl yaranan insan tiplərindən fərqi ondan ibarət idi ki, Homo sapiens insan tipi rabitəli nitq, təfəkkür və şüura malikidir. Artıq insanlar bir-biri ilə danışmağı bacarırdılar. Əvvəllər kinetik dillə danışırdılar, yəni qırıq-qırıq səslərlə və ya əl-qol hərəkətləri ilə. Rabitəli nitqin yaranma səbəbi isə əmək fəaliyyətinin genişlənməsi və şüurun inkişafı idi. Artıq yavaş-yavaş ulu icma sıradan çıxdı və yerini qəbilə icması aldı. Qəbilə icmasının digər adı nəsli icma idi. Burada insanlar qan qohumluğu əsasında birləşirdilər. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar. Məsələ buna görə də bu dövrü ana xaqanlığı və ya matriarxat adlandırırlar. Ana xaqanlığı üst paleolit dövründən Tunc dövrünə qədər mövcud olmuşdur. Bu dövrdə sadə incəsənət nümunələri meydana gəldi. Həmin incəsənət nümunələrini daş və sümük üzərində işləyirdilər. Daha sonra insanlar çayın bir sahilindən digər sahilinə keçmək üçün ağac gövdələrini bir-birinə bağlayaraq sallar düzəldirdilər. Yəni bizim indiki dildə desək, körpü düzəldirdilər. Orta daş dövrü və ya mezolit dövrü eradan əvvəl 12, eradan əvvəl 8-ci minillikləri əhatə edir. İnsanların əsas məşğuliyyəti yığıcılıq, balıqçılıq və ovçuluq idi. Dövrün ən böyük tərəqqisi ox və kaman idi. Ox və kamanın ixtirası nəticəsində insanlar heyvanları uzaq məsafədən ovlaya bilir, qida ehtiyatını artırır və heyvanların əhəlləşdirilməsinə başlayırdılar. İlk əhəlləşdirilən heyvan da it olmuşdur. İnsanlar heyvanları əhəlləşdirməyi öyrəndi. Bunun nəticəsində də ibtidai maldarlığın əsası qoyuldu. İlk əkinçilik vərdişlərinin yaranması ilə də ibtidai əkinçiliyin əsası qoyuldu və ibtidai maldarlığın və ibtidai əkinçiliyin əsasının qoyulması ilə artıq mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Yəni istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Nə zaman? Mezolit dövründə. Kiçik formada daş və ya mikrolit əmək alətləri meydana gəldi. Balıq ovlamaq üçün sümükdən harpun düzəldirdilər. Lakin bu o demək deyil ki, ilk dəfə balığı mezolit dövründə ovlamağa başlayıblar. Bu dövrdə axirət dünyasına inam artmışdır. Dəfn zamanı insanları qəbirlərə qoyarkən onların yanına məişət əşyaları və ya iri daş bütlər qoyurdular, yəni heykəllər qoyurdular. Qobustandakı qəbirlərin birində də məhz belə bir daş büt tapılmışdır. Bu da onu göstərir ki, mezolit dövründə axirət dünyasına inam artmışdır. Bu dövr Qobustanda və Qazaxda damcılı mağarası əsasında öyrənilmişdir. Qobustanda qayalar üzərindəki təsvirlər ibtidai incəsənətin inkişafını göstərir. Neolit dövrü yeni daş dövrüdür. Eradan əvvəl 8, eradan əvvəl 6-cı minillikləri əhatə edir. Bu dövrdə insanlar artıq oturaq həyata keçdilər. Xatırlayırsınızsa, mezolit dövründə demişdik ki, istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Amma istehsal təsərrüfatına keçid olmuşdur neolit dövründə. Bu dövrdə əkinçilik və maldarlıq əhalinin əsas məşğuliyyətinə çevrilmişdi. Bu dövrdə yeni sənət növləri olan duluzçuluq və dəri işləmə sənəti meydana gəldi. İnsanlar ilk dəfə saxsı qablar hazırlamağı, daş alətləri cilalamağı, deşməyi öyrəndilər və bəşər cəmiyyətindəki bu yeniliklər neolit inqilabı adlanır. Duluzçuluğun yaranması və saxsı qab istehsalı ölkəmizdə metallurgiyanın meydana gəlməsində mühüm rol oynamışdır. Bu dövrdə insanlar bitki lifi və iydən istifadə etmişdirlər. Əkinçilik zamanı toxadan istifadə olunurdu və həmin məhsulu biçən zaman isə oraqdan istifadə edirdilər. Bu dövrə aid yaşayış yerləri Ağcabədidə Kamiltəpə, Tovuzda Göytəpə, Naxçıvanda, Gəncə Qazax bölgəsində, Qobustanda və Təbrizdə aşkarlanmışdır. Həmçinin Tovuzda Göytəpədən iribuynuzlu heyvanın çənə sümüyündən düzəldilmiş oraq tapılmışdır. Ağcabədidə Kamiltəpədən isə daşdan və sümükdən düzəlmiş toxalar, oraq dişləri, balta və sair tapılmışdır. Bütün bu tapılmış əmək alətləri onu göstərir ki, neolit dövründə əkinçilik və maldarlıq yaranmışdır. Eneolit dövrü və ya mis daş dövrü. Bu dövr eradan əvvəl 6, eradan əvvəl 4-cü minillikləri əhatə edir. Daş dövründən Tunc dövrünə keçid dövrü hesab olunur. İnsanlar ilk metal olan mislə tanış oldular. Mis zərif idi, möhkəm deyildi. Məhz bunun səbəbində də tez-tez qırılırdı və insanlar əmək alətlərini hazırlayarkən misdən geniş istifadə etməmişdilər. Baxmayaraq ki, mis daş dövrüdür. Mis zərif olduğu üçün insanlar eneolit dövründə misdən əmək aləti kimi geniş istifadə etməmişdilər. Misdən əsasən
bəzək əşyası kimi istifadə edirdilər. Mis yataqları Daşkəsən, Qarabağ və Gədəbəydə aşkarlanmışdır. Bu dövrün özünə məxsus dəfn adətləri var idi. Bu dövrdə ölüləri yaşayış məskənlərində və ya binaların arasında basdırırdılar. Onların üzərinə qan rəngi sayılan qırmızı boya olan oxra rəngini səpirdilər. Bu dövrdə evlər çiy kərpic və möhrədən tikilirdi. Ailələr birgə və ya icma halında yaşayırdılar. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının hamısının əhəlləşdirilməsi artıq başa çatmışdır. İnsanlar müxtəlif dini ayinlər və ovsun mərasimləri keçirirdilər. Təsərrüfatda qaramal və davar bəslənilirdi. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Sənətkarlıq əhalinin məşğuliyyətində əsas yeri tuturdu. Bu dövrə aid tapılmış qadın heykəlləri onu göstərir ki, qadın hələ də müqəddəs sayılırdı. Mis zəif olduğu üçün insanlar sonradan onun tərkibinə sink, qalay, qurğuşun, mərcümük, sürmə, nikel qataraq daha möhkəm bir metal olan tuncu əldə etdilər. Beləliklə, Eneolit dövrünü tunc dövrü əvəz etdi. Tunc dövrü 3 dövrə bölünür. Erkən tunc dövrü, orta tunc dövrü və son tunc dövrlərinə bölünür. Erkən tunc dövrü eradan əvvəl 4-cü minilliyin ikinci yarısından eradan əvvəl 3-cü minilliyin sonlarına qədər davam etmişdir. Bu dövrü Kür-Araz mədəniyyəti adlandırmışdılar. Çünki Azərbaycanda həmin dövrə aid maddi mədəni qalıqlar məhz daha çox Kür-Araz ovalığından tapılmışdır. Bu dövrdə baş verən yeniliklərə nəzər salsaq görərik ki, erkən tunc dövründə xış əkinçiliyi toxa əkinçiliyini artıq əvəz etdi. Toxa artıq sıradan çıxdı. Bu xış əkinçiliyi zamanı qoşqu heyvanlardan istifadə edirdilər və əkini biçilən zaman isə tunc oraqlardan istifadə edirdilər. Xış əkinçiliyi zamanı daha çox ərazi, geniş əraziləri əkildiyinə görə artıq süni suvarma sistemi yarandı. Köçmə maldarlıq yarandı. Artıq maldarlıqla məşğul olan şəxslər qışda düzənliyə, yayda isə dağlara doğru çəkilirdilər. Birinci ictimai əmək bölgüsü meydana gəldi. Bu əmək bölgüsü nəticəsində də əkinçilik maldarlıqdan ayrıldı və müstəqil peşəyə çevrildi. Əhalinin sosial həyatında müəyyən dəyişikliklər baş verdi. Artıq maldarlığın, xış əkinçiliyin və metal işləmənin geniş inkişaf etdiyi bir dövrdə təsərrüfatda kişilərin rolu ön plana keçdi və belə olduğu halda da artıq ana xaqanlığı süqut etdi, onu ata xaqanlığı əvəz etdi. Beləcə tayfalar yarandı, sosial bərabərsizlik yarandı, tayfaları ağsaqqallar idarə edirdilər. Dini inanclarda müəyyən dəyişikliklər baş verdi. Artıq ölüləri yaşayış məskənlərindən kənarda dəfn edirdilər. Həmçinin bu dövrdə ölü yandırma və kollektiv dəfn etmə adətləri də yaranmışdır. Dini ayinlərin icrası üçün isə xüsusi ibadətgahlar tikilirdi, yəni ibadət evləri. Bu ibadət evləri Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda Maxta və 1-ci Kültəpə ibadət evləri olmuşdur. Orta Tunc dövrü eradan əvvəl 3-cü minilliyin sonlarından eradan əvvəl 2-ci minilliyin ortalarına qədər təxminən 600 il davam etmişdir. Bu dövrü boyalı qablar mədəniyyəti dövrü kimi də xarakterizə edirlər. Bu dövrdə duluzçuluq inkişaf etmişdir. Məsələn, Naxçıvanda və Mil Muğanda duluzçuluq ocaqları və sobaları mövcud idi. Hətta Naxçıvanda Şaxtaxtı və 2-ci Kültəpə yaşayış yerlərindən də bu cür nümunələr aşkar etmişdirlər. Orta Tunc dövründə ikinci ictimai əmək bölgüsü baş verdi. Bunun nəticəsində də sənətkarlıq müstəqil sahəyə çevrildi və Orta Tunc dövründə yeni təsərrüfat sahələri yarandı. Hansı ki, bunlar bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq idi. Hətta sual olunsa ki, Orta Tunc dövründə yaranan yeni təsərrüfat sahələri hansılardır? Cavab olaraq deyirik ki, bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıqdır. Bu dövrdə Azərbaycanda maldar tayfalar aparıcı mövqe tuturdular. Bu dövrdə mübadilə inkişaf etdi. Bunun nəticəsi ticarətin yaranmasına səbəb oldu və sosial əmək bərabərsizliyi daha da artdı. Bunun da artması iri tayfa ittifaqlarının yaranmasına səbəb oldu. İlk şəhər məskənləri yaranmağa başladı. Bunlar hansı ki, Urmiyədə Göytəpə, Naxçıvanda Oğlanqala, 2-ci Kültəpə, Qarabağ bölgəsində Ağdam ərazisində Üzərliktəpə, Xocavənddə isə Nərgiztəpə kimi yaşayış məskənləri idi. Son Tunc ilk dəmir dövrü isə eradan əvvəl 14, eradan əvvəl 7-ci əsrləri əhatə edir. Bu dövrdə 3-cü ictimai əmək bölgüsü baş verdi. Bu əmək bölgüsü nəticəsində sənətkar tacirlər qrupu sənətkarlardan ayrıldı. Ata sitayiş olundu. Atdan və dəvədən qoşqu və minik kimi istifadə etdilər. Həmçinin bu dövrdə ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə etdilər. Şəhərlərin olması və şəhərlərin qorunması üçün siklopik tikililərdən istifadə etməyə başladılar. Bunlar böyük istehkamlar idi. Qobustandakı gəmi təsvirləri Azərbaycanda ticarətin olduğunu sübut edir. Hətta Xocalıda muncuq tapılmışdı. Muncuğun üzərində
Aşşur hökmdarı Adad-nirarinin adı yazılmışdır. Eradan əvvəl 7-ci əsrdə dəmirdən geniş istifadə olundu, hətta Muğanda Uzuntəpə adlı yerdə dəmir tikələri və qılınclar da tapılmışdır. Bu dövrdə Azərbaycanda təbəqələşmənin və mülki bərabərsizliyin dərinləşməsini göstərən iki əsas səbəbdən biri hərbi işin ön planda olması, digəri isə Oğuzda Kərimli, Qarabağda Xankəndi Xocalı, Borsunlu Sarıçoban kimi zəngin kurqanların aşkar olunması idi. Hələlik bu qədər. Növbəti dərslərdə görüşərik.